Salamlayıram siz əziz dostlar, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, günlərdir mən dabaq xəstəliyi ilə bağlı məsələləri qaldırmışam. Bir neçə dəfə nazirdən bununla bağlı açıqlama almışam, amma təəssüflər olsun ki, bunun heç bir nəticəsi yoxdur. Nazir başda olmaqla bütün Kənd Təsərrüfatı Nazirliyi ağzına su alıb oturub, heç bir briefing keçirmirlər, mətbuat konfransı keçirmirlər. Mətbuat xidməti ümumiyyətlə batıb, yoxdur Kənd Təsərrüfatı Nazirliyinin elə özünün fəaliyyəti kimi və məsələlər bu yerdədir. Mənə yüz minlərlə SMS-lər göndəriblər. Vətəndaşlar demək olar ki, Lənkərandan Şəkiyə qədər, Ağcabəddən Naxçıvana qədər artıq xəstəlik tüğyan eləyir və ən böyük problemlərdən biri bugün mənə məlum olub. Kənd Təsərrüfatı Nazirliyi xaricdən gətirdiyi bu xəstəliklə bağlı vaksinlər, sən demə dövlət qeydiyyatında olmayan vaksinlər olub. Bəs sual olunur, nəyin miqdarında dövlət qeydiyyatında olmayan vaksinləri gətirib Kənd Təsərrüfatı Nazirliyi? Nə üçün Qida Təhlükəsizliyi Agentliyi dövlət qeydiyyatında olmayan vaksinlərin gətirilərək mal heyvana vurulmasına icazə verib? Bunun səbəbləri var. Hər iki qurum araşdırılmalıdır. Nə üçün Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq, üzr istəyirəm, Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq eləməyib və yaxud eləyibsə niyə Kənd Təsərrüfatı Nazirliyi bunu eşitməyib? Kənd Təsərrüfatı Nazirliyi nəyin miqdarında dövlət qeydiyyatında olmayan vaksinləri alaraq bu mal heyvanlara vurublar? Dediyim kimi, nazirlik ağzına su alıb oturub, danışmaq istəmirlər. Çünki danışmaq, danışmamaq, susmaq deyilənlərlə razılaşmaq əlamətidir əziz dostlar. Allah qorusun vətəndaşlarımızı, Allah cənab prezidentimizi qorusun. Həmişə kənd təsərrüfatına və aqrar xidmətlərə böyük diqqət göstərib, böyük vəsaitlər ayırıb, həmişə bütün keçirdiyi belə deyək, iclaslarda hamısında kənd təsərrüfatı məsələlərinə toxunub. Amma təəssüflər olsun ki, nazirin qeyri-qənaətbəxş fəaliyyəti gətirib bu yerlərə çıxarıb. Bununla bağlı geniş araşdırmalarım olacaq. Dövlət qeydiyyatında olmayan vaksinlər necə gətirilir ölkəyə, necə mal heyvana vurulub?